Amma müəyyən hallarda ailə qanunvericiliyi bərabər olmayan payların müəyyən olunmasını da müəyyən edir. Bunlar hansı hallardır? Yetkinliyə çatmayan uşaqların mənafeyidir. Eyni zamanda ərin və yaxud da arvadın diqqətə layiq mənafeyidir. Eyni zamanda hər hansı onlardan birinin üzürsüz səbəbdən ailə təsərrüfatına iştirak etməməsi, ailə təsərrüfatından əldə edilmiş qazancları, gəlirləri ailə belə deyək, təsərrüfatına zidd olaraq belə deyək, xərcləməsi və bu hallarda tərəflərin bərabər olmayan payı müəyyən oluna bilər. Bu diqqətə layiq hallardan uşaqlarla bağlı artıq məhkəmə təcrübəsi bundan ibarətdir ki, uşaqların diqqətə layiq halları deyərkən, yəni burada uşaqların sayının çox olması və yaxud da əmlakın sayının azlığı bunu nəzərə almaq üçün əsas deyil. Yəni, məhkəmə təcrübəsi formalaşıb ki, burada diqqətə layiq hallar deyərkən uşağın xəstəliyi ola bilər, əlilliyi, hər hansı